açıq bazardır. İndi də bazarda bilirsiniz, hamı danışır, hamı paylaşır, hamı qrup açır, hamı müəllim ilahiyyatçı olur. Heç hamı həkim olur, hamı çıxıb coğrafiya mütəxəssisi olur TikTokda, hamı çıxıb məsələn nə bilim idman mütəxəssisi olur, müəllim webdan təşkilli yox. Harda cəmaatın inancı məsələsi var, psixologiya ondan dində. Bir də biraz da siyasətdə. Bu gün hamı ilahiyyatçıdır. Cəmaat 50 il ömür qoyur, gəlir, olur ilahiyyatçı, ruhani, alim, müəyyən səviyyədə bu, böyük şəxsiyyət olur. Bunlar kitab oxurlar, onlar ilahiyyatçı. Və böyük alimi qəbul eləmirlər ki, bilirsən, mən də oxumuşam. Axı sən nə oxumusan? Kitab oxumusan alim ilahiyyatçı. Üzrüsün, oğulda necə yuymaq lazımdır, bunu bilməyənlər bugün məsələn üçün buna dəm vururlar. Və alim gəlir məcbur kitab yazsın ki, olub bazar, hamı olub nə bilim filankəs, bəhmənkəs, ya bu Hacı xanım olduğu üçün, ya filankəs bu Hacı bəydir, məsələn kiminsə nə idi, dayı, tanışdır, qohumudur, məşhurluğu çoxdur, reklamı çoxdur deyə, bir deyə bir sözdür, hamı bu qəbul edir. Bu yalan danışanda, səhv deyəndə, başqa bir şəxs buna etiraz edir. Etiraz edənə öldürürlər ki, sən yəni söz, o məşhurdur. Məşhurun hər sözü həqiqətdir. Var məşhur, var müqəddəs. Biz bunlar qarışdırmayalım. Ortaya çıxdı, bazar açıldı burada. Hamı özündən qiraət ortaya çıxartdı. Biri nəstəin deyir, biri nistəin deyir. Mən bir şey rast gəldim, mənə burada yoxdur. İkinci xəlifə Ömər Fatihədə dəyişirləmiş oxanda. Fələzzalin yox, qayrəzzalindirdi. Sıratəl-ləzin ənəmtə yox, sıratə mən ənəmtə deyirdi. Yəni, bunun müqabilində bazı bir söz deməyək. Xəlifə də yaxşı xəlifətdir. Yəni, hər etdiyi həqiqətdir. İmam Peyğəmbər məsum deyil ki, bunu hər etdiyi həqiqət olsun və səsimizi çıxartmayaq. Xəlifə deyil, o öz yerində. Axı, bu səhv eləyir. Har yazıb ki, xəlifənin etdiyi hər bir şey həqiqətdir. İmam Peyğəmbər ki, məsum deyil ki, bu insanlar. Bunlar məcbur oldular, bir alim kitab yazdı, qiraət elmində ki, acıma, bu qiraətlər düzgündür, bunlar düzgün deyil. Cəmaat da biraz dırnaqarası genişliyi xoşlayır. Məsələn, filankət yəni bir sözdür, əcdaha bir söz. Mən İmam Hüseyin bu illər çağırsadı 2026-cı illə Ərbəyinə gedərdim. Məsələn, getmədi, İmam Hüseyin mənə bu il çağırmadı. Sən harada çağırır o? Sən vəhiy gəlir. Sən hardan bilsən səhət çağırır və ya çağırmır? Sən bu hardan bilsən? Necə olub bu yuxuda görürlər xanım Fatiməni, biz görmürük. Peyğəmbər əli İmam Hüseyin görürlər, dəyərli ruhanilər görmürlər. Bunlar İmam Hüseyin nə bilim bu il çağırmadı və ya çağırdı Ərbəyini, amma bunu dəyərli ilahiyyatçı müəllimlər, müəllimələr bunu iddia eləmirlər. Bu harda yazıb? Yəni, sənə vəhiy gəlir ki, İmam Hüseyin səni çağırır. Çağırıb sağ, deməli, sən yaxşı insansan, getməyən pis insandır. Bu nə düşünür ümumiyyətlə, düşüb ağzımıza? Yəni, bizə belə bəzi məddəflər tərəfindən ortaya atırılan bu yalan sözlərdir. Mən tədbirən bəhsində olan çox ürəyimcə olmur. Belə hamısını demirəm, burada həqiqətən ürək açan deyil. Söz deyə bilmirsən. Məsələn, bura hər gələnə hamı aşiqdir. Nə biz hamı aşiqdir? Eşquza qurban, kimin hasə eşqinə? Eşq nəyə deyirlər ümumiyyətlə? Nələm, gələn əğuza, nə bilim, mən üzün fəda olsun. Bunlar yola verməz sözləridir. Çıxasan çölə, deyəsən, gəl, mən əğma fəda ol. Gəl, olur fəda. Bunlar məclisi ələ almaq üçün deyilən sözlərdir. İstər çıxışlayan olsun, istər mərsiyyədəyən olsun, istər adi şəxslər. Bu sözləri belə çox ucuzlaşdırığı, har gəlir deyirik, adam utanır valla. Məclisdəsən, məsələn, ilahiyyatçı, nəlim, mahnı oxuyan, ya məddə hasısa, məsələn, orada otur cəmaat da, otur şəhid valideynləri, qoca yaşlı qadınlardır. Həni qalxın əqa, ham qalxdı. Fırran, geriyə dön, fələqət, üzü qiblə, dua oxuyuruq. Cəmaat niyə yorursunuz siz? Ham oturub da hesab bir tikə çörək verirlər orada cəmaata. Çayla şirinin yad. Qalx, indi otur, əllər açsın.
Yox, indi yox. Sağa çevirin, qiblə bəyandadır. Oxuyun fərc duasın. Yormayın cəmaatı. Bu nə daxı bu? Bu məclisdir. Cəmaat gəlib tikə çörək yesinlər. Baxsan sən sözə eşitsinlər səndən, elm öyrənsinlər. Qəşəng səslə oxuduğun mərsiyyə qulaq assınlar. Bu olmaz. Yaxşı şey deyil. Mən demişəm, bu niyə bənzir? Mən kənara çıxıram, çox təəssüf ki, məcburum kənara çıxmalıyam. Və çox təəssüf ki, bizim danışığımız ancaq burada qalır. 18 dəfə dərs səsiz və salam. Hələ burada qalacaq. YouTube baxacaq, baxmayacaq, getdi. Demişəm, orucluq halında evdə insan süfrə açır, iftar dəvətləyir, alimləri, ruhanilər, kim. Hə, azan verilən kimi, hə, yemək yemin. Gəlin cəmaat namazı qılar. Hə, yaxşıdır, hə, qıldı. Hə, yemək yoxdur hələ. Gəl ağa söhbət başladı, yarım saat qutardı. Hə, fərəc duası oxuyacaq, təvəssüd duası oxuyacaq. Cəmaatı neyinci deyirsən sən? Bırax sərbəst cəmaatı. Azan verilir, yemək istəyən yeyəcək, qılmaq istəyən qılacaq. O acıqarın o kişi deyil, sənə qulaq assın, Coşan Kəbə oxuyasın, muizə qulaq assın. Yəni, din bu deməkdir ki, hələ harada nə gəldi eləyək, bəs yemək kim yiyəcək? Hala görkəm ki, iftar vaxtında biz yubada, gedək məsələn üçün muizə qulaq assaq, dua oxuyaq, savab qazanır. Belə bir hədis var bizdə ki, savabı çoxdur. Hə, bu gör deyə bilirsən, adamı 2 ilə bölürlər. Sən aşıq deyirsən. Aşıqlıq onun ölçülür. Eşqlə aşıqlə, bunu bilməyənlər aşıqlıqdan dən vurub cəmaatı incidirlər. O görə gəlib bu şəxslər kitab yazırlar, deyirlər ki, yox, sənin yazdığın kitab biz qəbul eləmirik. Qoy qiraətdə müxtəlif növ oxunuş olsun da, nə ziyanı var, nə istəyin deyər, nə istəyin deyər. Bala, bu Qur'andır bu. Sənin üçün bu nağıl kitabı deyil, el oxuyasan, belə oxuyasan. Sən axı bir dənə bu da hərf səhvin dəyişir mənanı. Allah onu bir stildə göndərib. Nəstəin və salam, nustəin, nistəin göndərməyib ki, nəstəin göndərib. Səbə haqqı kim ver dəyişəsən? Bax nə? Cəsarət. Niyə tərəf cəsarət tapır? Bəzən özünün abır həyası yoxdur. Bəzi hallarda da tərəf o şərait yaradır. Yəni, vaxtında etirazını bildirmir, fikrini bildirmir, tənqid eləmir. Məsələn, mən çıxım xanım Zeynəbin şəhadat günündə orada ancaq xanım Zeynəb belə olub, elə olub, bunları bilir, əzizlər. Bunları bilməyən var. Çünki hər eyni söhbətlərdə də Kərbəla qəhrəmanı, orada filan sözüdür, həyat tərzi buradan bilirik, danışaq lazımdır, ağlayaq, mərsiyyə. Bəs xanım Zeynəb başqa cəhətləri olmayıb. Ancaq Kərbəla orada mən burada ancaq gözəllik gördüm, orada qardaşları şəhid oldu, oğulları şəhid oldu və salam. Hər ilin söhbətlərdir. Xanım Zeynəb və elm. Buyur, çıxış elə. Xanım Zeynəbin elmə verdiyi dəyər var, bəli var. Niyə danışmırıq? Xanımlar yatızdırmaq üçün. Əvvəl demişəm. Dindar xanımları yatızdırmaq, bunlardan belə istifadə etməli, pul, şan, şöyle qazanmaqlıq. Niyə baxdan o barada bizim çıxışımız olmaz? İçi mənə qarşı dirəmi? Niyə? Biz ondan danışmayaq. Hərləri gələn ki, məclis ağlamaq, mərsiyyə deyə ağlayaq. Eləyək bunu, eləyək. Məndən eləmək lazımdır. Mən də qulaq asa, mən də qəmlənəm, lazımdır. Axı, bunun başqa cəhətləri də var. Xanımın Zeynəb və məsələn üçün ərinlə məsələn üçün münasibəti. Məsələn üçün deyəm, qardaş münasibəti. Elmə verdiyi dəyər, xanım Zeynəb dərs keçirdi məsələn içində, nə bilim, hardasa. Bunlar niyə danışılmasın? Çünki xanımlar elmsiz olsunlar. Elmsiz olanda nə gəlib paylaşsınlar. Bu da kimlərsə xeyirdir. Şanşırı da qazanır, puluna qazanır. Bir cəhətdən bəzi xanımlar üzr istəyirəm, həm qudurdurlar, həm də bədbəxt eləyirlər. 50 namazı qılmasa baxmayaraq 20-30 qılır. Amma hə, dəstəmazın səhvi var. Amma hər gün üstünə ağlayır. Allah qəbul eləsin. Axı sən səhv dəstəmazın. Hanı əhkamın? Hanı əhkam, hanı əqaid?